Salam əziz treyderlər. Analitik cəmiyyət sizinlədir sistem, Guru, Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Hər bir şirkət göstəricisine daha yaxından baxmağı təklif edirik. İndi sizinlə şirkətin əsas göstəricilərini müqayisə edəcəyik. Nerdalet, Inc, Ticker, NRDS. Bu baxış 24 may 2025-ci il tarixinə olan məlumata əsaslanır. Təsnifatına görə Guru, Markets Korporasiya Nerdalet, Inc. alt kateqoriyaya aiddir. T-internet müqayisədə 72 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonunda yekun həlləri nəzərdən keçirəcəyik. Şirkət üçün ümumi xal 10 baldan 7 bal. Alt kateqoriya üzrə orta bal 3,3 bal. Geniş şəkildə baxsanız, bütövlükdə birja çərçivəsində. Bütövlükdə bütün bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görəcəyik. Şirkətin 7 bal göstəricisine qarşı Nerdalet, Inc. Şirkətin səhm qiymətinin hərəkətini müqayisə etmək Nerdalet, Inc. və alt kateqoriyalı şirkətlər. Son 12 ayda səhmlərin olduğunu görə bilərik. Nerdalet, Inc. -24,3% dinamika nümayiş etdirib. 9,1% alt kateqoriyası üzrə qiymət dinamikasına qarşı. Korporasiyanın bazar kapitallaşması Nerdalet, Inc. 0,78 milyard dollar dəyərində qiymətləndirilib. 12.485 milyard dollar alt kateqoriyasının kapitallaşması ilə. Nerdalet, Inc. 0,6% paya malikdir. O, alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans dəyəri 0,21 milyard dollardır. 1089 milyard dollar alt kateqoriyanın kapitallaşması ilə. Nerdalet, Inc. 0,19% pay təşkil edir. Bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş Nerdalet, Inc. alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi zamanı 0,6% təşkil edir. Balans dəyəri 0,19% təşkil edir. Bu, bazar kapitallaşma payından 217% çoxdur. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi, yaxşı, 1 bal. Təhlil edilən təşkilatın 0,6 milyard dollarlıq borc öhdəliyi var. Kapitallaşma üzrə maliyyə öhdəlikləri şirkətin kapitalının 2,9%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri səviyyəsinin qiymətləndirilməsi, çox yaxşı, 2 bal. Şirkətin qiymət gəlir nisbəti 26,6-dır. 27,9 alt kateqoriyada orta göstərici ilə bu, alt kateqoriyadan 5% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar qiymətinin qazanc nisbəti, yaxşı, 1 bal. Son 12 ayda mənfəət 29 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət şərti olaraq 50 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 1:1-dir. Alt kateqoriya üzrə orta göstərici 6,4-dür ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 83% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Son 12 ayda gəlir 730 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 1,30 milyon dollar olacağı gözlənilir. Gözlənilən gələcək satış rəqəmlərinin alt kateqoriyadakı rəqəmlərlə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal.
Marjinallıq %4, alt kateqoriya üzrə orta hesabla 22,8%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 18,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi, keçərli 0 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,27% təşkil edir. Bu, bazar kapitallaşma payından 350% çoxdur. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği $1206.000 bərabərdir. Alt kateqoriyada isə $5224.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasındakı fərq 76,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının məbləğinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Bir işçiyə düşən mənfəətin həcmi $45,400. 187,1 alt kateqoriya ilə orta hesabla. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 76% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi, keçərli 0 bal. Şirkətin bir işçiyə düşən gəliri $1,131.000. Alt kateqoriyada $819.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 38%dir. Alt kateqoriya ilə müqayisədə bir işçiyə düşən satış balı, yaxşı, 0,5 bal. Alt kateqoriya üzrə orta hesabla 1% olmaqla satış əməliyyatlarının həcmi 7,4% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Texniki göstərici RASO 14 şirkət üçün %54 səviyyəsini göstərir Nerdallet Inc. Alt kateqoriyada isə RSI səviyyəsi 14,55% təşkil edir. Şirkətin cari səhm qiyməti təxminən $10,500. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $15,34 civarındadır. Faktiki qiymət və konsensus proqnozu təxminən 46% fərqlidir. Gəlin sizin üçün mövcud olan sifarişlər cədvəlinə keçək, link bərkidilmiş şərhdədir. Sifariş cədvəli əvvəllər müəyyən bir mövsümdə səhmlərin qiymətləndirilməsi məlumat sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir güruh, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır, bağlanmış şərhdə keçid. Şirkətin qiymətləndirməsi nəticəsində Nerdallet Inc. Məlumat və arayış sistemi güruh, Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün $10,52 alış ticarəti açın. Sövdələşmə açıqdır, çünki şirkətin nisbətən yüksək reytinqi var. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə yanaşmasından, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 12,26 səviyyəsində müəyyən edilmişdir. Stop loss 8,78 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda. Bu halda sifariş 23 iyun 2025-ci il tarixində sessiyanın sonunda avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, NAT, əvəzedici satış əmrinə çevriləcək. Balanslaşdırma müqaviləsi ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma. Başqa bir sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara təşəkkür edirik güruh, Markets.